İşğaldan azad edilən ərazilərə böyük qayıdış prosesi planlı şəkildə davam etdirilir. Bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Balıca kəndlərindən növbəti köç karvanları yola salınıb. Yenidən qurulan Sarıcalı kəndindən bu mərhələdə 39 ailə, 169 nəfər, Balıca kəndinə isə 15 ailə, 68 nəfər köçülüb. Ailələr ölkənin müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış, keçmiş məcburi köçkünlərdir. Xatırladaq ki, bu köç prosesi də daxil olmaqla ümumilikdə Sarıcalıya cəmi 149, Balıcaya isə cəmi 172 ailə köçülüb. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində ora köçülən, keçmiş məcburi köçkünlərlə yanaşı həyata keçirilən bərpa və quruculuq layihələrinə çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarına xidməti vəzifələrini yerinə yetirən şəxslər səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla ümumilikdə 40 mindən çox insan yaşayır. Demək, 25 yaşında oradan çıxdığımda, 92-də 2 övladla çıxmışdım. İndi nəvə ilə gedirəm orada, quraq, yaradaq. Bir həftədir mən yuxu yatmıram, oranın həsrəti ilə yaşayıram, gedim görüm, biraz rahat olum. Yoldaşımla, ballarımla, ballarım rayondadır, gələcək Allah qoysa.